Bildirim sizə ki, bu günləri 30 sentyabr 2025-ci il sertifikasiya müsahibə suallarının izahını sizə təqdim edirəm. Suallar təkrar verilmiş suallar da var, yeni verilmiş suallarımız da var. Təkrarları birinci vurğulayın və müəyyən məqamlarda sizə kömək edəcək bir məlumat verəcəm. Təlim nəticəsi, seçdiyiniz mövzunun təlim nəticəsini deyin, həmin təlim nəticəsinə əsasən hansı meyarları çıxartmısınız, rəy nədir və meyarlara əsasən rəy soruşulur. Bəzi müəllimlərimizin əksəriyyəti şərhlərdə də kömək istəyirsiniz, mənə şəxsi də yazırsınız. Mən də sizə kömək edəcək bir məlumat verirəm. Bu məlumatı diqqətlə yadda saxlayın. Konstruktiv rəy verməkdə çətinlik çəkirsinizsə, bu ardıcıllıq yadınızda qalsa çətinlik çəkməyəcəyik. Birinci, şagirdin müsbətini deyirik, yəni doğru etdiyi məqam hansıdır. Daha sonra şagirdin səhvini deyirik, yəni mənfisini, harda səhv edib. Üçüncü isə şagirdi inkişafa aparmaq üçün, yəni bu səhvi düzəltmək üçün hansı addımı atsa daha yaxşı olar deyə bu istiqaməti verirsiniz. Bu da olur sizin düzgün, effektiv, konstruktiv rəyiniz. Keçid alırıq digər sualımıza. Digər sualımız belədir. Sinifdə şagirdlər 3 mövzunu ard-arda mənimsəməyiblər. Bu zaman siz bu situasiyada nə edirsiniz? Belə deyək, əgər biz bugün yeni bir mövzu keçdik, məsələn, gövdənin quruluşu və yaxud qan təzyiqi, mədə və bağırsaqlarda həzm sistemi. Mən də bu dəfə biologiyanı deyirəm. Əgər şagird bugün keçdiyi mövzu gövdənin quruluşudur, şagird bunu mənimsəməyibsə, bundan sonra yeni dərsləri keçmək bir müəllim olaraq mənim səhvimdir. Və pedaqoji tələblərdən inkişaf yönümlülük pedaqoji tələbini pozuram. Niyə? Əgər bir mövzunu şagirdlər tam olaraq mənimsəməyibsə, mən də onlarda olan mənfilikləri, onların çətinlik çəkdikləri, onlar üçün qaranlıq qalan məqamları onlara açıqlamadan, onlara mənimsətmədən, asan yollar axtarıb onlara sadə yollarla öyrətmədən, deduktiv dərslər təşkil etmədən yeni dərsləri keçməyə başlayıramsa, demək ki, bu zaman həm pedaqoji tələb olaraq inkişaf yönümlülüyü pozuram, həm şagirdləri nəzərə almıram və demək olar ki, təlimim effekti olmayan bir, nəticəsiz bir təlim olacaq. Burada isə yazır ki, 3 mövzunu ard-arda mənimsəməyibsə, bu artıq birbaşa o deməkdir ki, müəllim təlimi düzgün şəkildə qurmur, pedaqoji tələblərə riayət etmir və şagirdlərin heç bir inkişafı haqqında məqsədi yoxdur. Biz əlbəttə 3 mövzunu ard-arda keçirik. Şagird də bunları mənimsəməyibsə, demək nə birinci mövzuda, nə ikinci mövzuda, nə üçüncü və bundan sonraki mövzularda da biz heç bir şey nəzərə almadan elə bir mövzuları keçib tez dərsliyi bitirməyə çalışacağıq. Amma biz nə edirik? Deduktiv dərs nədən ötürüdür? Öyrətdiklərini möhkəmləndir. Yadlarına sal, həyatla əlaqələndir, həyatdan situasiyalar gətir, maket, model, qrafik, xəritə, nə bilim, müxtəlif qurğular, hər bir üsulla, təcrübə, laboratoriya, müxtəlif iş üsulları belə var ki, şagirdə asan yolla həmin mövzunu mənimsətməyə çalış. Keçid alırıq digər sualımıza. Sinifin 50% dərsə cavab verməyibsə, hansı addımı atardınız dedilər. Sinifin 50% dərsə cavab verməyibsə, artıq bu o deməkdir ki, dərs şagirdlər üçün maraqsızdır və yaxud da onlar bunu başa düşməyib və mən şagirdlər üçün onların xüsusiyyətlərinə uyğun təlim qurmamışam. Şagird bir məqamı, bir təlimi, bir mövzunu, bir situasiyanı anlamayıbsa, onu heç vaxt nə izah edə bilmir, nə öz sözləri ilə danışa bilmir, nə interpretasiya edə bilmir və yaxud da onu tətbiq edə bilmir, praktik olaraq göstərə bilmir. Ona görə də biz çalışmalıyıq ki, bayaq dediyim kimi, şagirdlərə müxtəlif üsullarla, iş üsulları nədən ötürüdür? Hər bir şagirdin dərsi mənimsəməsi üçün şərait yaradırıq. Şagirdlərin hər birinin bu dərsi mənimsəməsi üçün fərqli xüsusiyyətlərini nəzərə alırıq. Diferensial təlim nə idi? Şagirdin müxtəlif xüsusiyyətlərini nəzərə alaraq çalışırıq ki, şagirdlərimiz bu dərsi bir mühitdə öyrənsinlər. Və ən əsas məqam da burada nədir? Diqqət edirik ki,
Bizim ən vacib məqamlarımızdan biri. Şagirdlər üçün dərsi qurarkən yalnız elmi nəzəri biliklərdən istifadə etmirik. Bu zaman biz çalışırıq praktik olaraq dərs quraq. Bax, bu resurslar, bu qurğular, bu avadanlıqlar nədən ötrüdür? Sırf şagirdlərin dərsi asan mənimsəyib və onu cavablandırması üçün, suallara cavab verməsi üçün və s. Və həmçinin də 50% cavab verməyibsə, bu o deməkdir ki, ümumiyyətlə təlim onlar üçün maraqsızdır. Nəinki anlamayıb, təlimin quruluşu və bundan əvvəl keçilən dərslər belə şagirdlər üçün maraqsız olub. Maraqsız olub nədir? Yəni şagird yönümlü qurulmayıb. Buna görə də biz çalışmalıyıq, şagirdlərin hər bir xüsusiyyətini nəzərə alaraq təlimlər təşkil edək. Keçid alırıq digər sualımıza. Sinifinizdəki şagirdlərin nəticələri get-gedə aşağı düşür. Bu zaman siz nə edərsiniz? Sinifimdəki şagirdlərin nəticələri get-gedə aşağı düşürsə, deməli biz demişik ki, formativ və summativ qiymətləndirmənin aparılması inkişaf yönümlü pedaqoji tələbinə əsaslanır. Demək ki, mən formativ qiymətləndirməmi düzgün şəkildə aparmıram. Demək ki, mən şagirdlərimdə qaranlıq qalan məqamları onlar üçün aşılamıram, açıqlamıram, sadə yollarla təqdim etmirəm. Və şagirdlərin nəticələri get-gedə aşağı düşürsə, bu o deməkdir ki, onlar artıq təlimdən tamamilə uzaqlaşıblar və özləri üçün maraqlı bir, belə deyim, situasiyalar yaşayırlar. Söhbət edirlər, biri məsəl üçün digər fənlə məşğul olur. Bu o deməkdir ki, mən şagirdlər üçün İlk, elə desək, maraq oyatmanı belə düzgün qurmuram. Motivasiyanı düzgün qurmuram. Onların biliyi bacarığa çevirməsi üçün düzgün praktik tapşırıqlar hazırlamıram. Dərsdə onların fikirləri mənim üçün önəmli deyil. Hətta şagirdlərin o fikirlərin önəmsəməyəndə belə şagirdlər yenə də inkişafdan qalırlar və get-gedə bir növ təlimdən uzaq düşürlər. Onların fikirləri bizim üçün önəmlidir. Müzakirələrdə onlar cavab verməlidirlər. Düşünmə vaxtı veririk. Şagirdlərin fikirlərini dinləyirik. Bir-birinin fikrinə müdaxilə etməsinə şərait yaratmırıq və yaxud da daim onlar üçün fərdi, qrupla, kollektiv, cütlərlə bunları nəyə görə deyir ki, bir tədris ili boyunca bunlardan hər birindən istifadə edin. Şagird bezməsin, yorulmasın. Fərqlilik, yenilik. Həmişə dərs keçmirik, arada qeyri-standart dərslər də keçirik. Mən keçən dəfə deyirəm, oyunlar, yarışlar, bir müəlliməmiz şərtdə yazıb ki, müəllimə elə şey olar, bütün dərsi oyun, yarış. Bütün dərsi demirik. Şagird yenilik istəyir. Şagirdlər daim dərslərdən yorulurlar. Təcrübə olmasa, laboratoriya işləri olmasa, maketlər, modellər olmasa, yarışlar təşkil edilməsə, komanda işləri, qrupla iş, fərdi iş, arada cütlərlə, bir gün akvarium, digər gün karusel, müxtəliflik olmasa şagird yorulacaq. Və oyun əsaslı deyəndə o demək deyil ki, təlimi biz oyuna çeviririk. Xeyr. Oyun əsaslı odur ki, orada həm şagird qiymətləndirilir, həm gözəl motivasiya olunur, həm şagird nəinki mövzunu mənimsəyir, real həyatı bacarıqları mənimsəyir, sosial bacarıqlara sahib olur. Yəni biz oyun deyəndə ağlımızda ancaq bir istiqamətdə oyunu orada nəzərdə tutmayaq. Oyunlaşdırma başqadır, oyun əsaslı tamam başqadır. Keçid alırıq digər sualımıza. Valideynə şagirdin zəif olduğunu necə çatdırırsınız? Valideynə şagirdin necə zəif olduğunu çatdırmaq üçün biz hər zaman, mən bunu psixoloji olaraq da vurğuluyuram, bir insana istər valideyn olsun, istər həmkarınız olsun, istər qeyri bir şəxs olsun, əgər biz ona nəyisə mənfi bir məlumat çatdıracağıqsa, çalışırıq birinci onun övladı haqqında valideynə müsbətləri çatdırırıq. Çox çalışqan uşaqdır. Çalışmağa başlayanda demək olar ki, ona rəqib yoxdur. Məsəl üçün, bunu valideyni artıq motivasiyalandırdıq. Əgər o çalışsa, demək olar ki, ən üst səviyyələrdə görünər. Əlaçı şagirdlərdən olar. Olimpiyadalara göndərərik biz onu. Çünki biz o uşaqda potensialı görürük. Lakin şagirdimiz getdikcə zəifləyib.
və həmin zəif şagirdimizi biz irəli aparmaq üçün siz evdə nəzarət edirsiniz, mən məktəbdə nəzarət edəcəm, müəyyən çalışmaqlar mənim üzərimdədir, lakin siz evdə nəzarət edin, ona motivasiya verin, özgüvən verin, özünə inam yaradın və dərsləri ilə məşğul olması üçün onun üçün bir rejim qurun, plan hazırlayın və çalışaq ki, şagirdimizi və siz də övladınızı bir şəxsiyyət kimi yetişdirək. Əgər bizim əməkdaşlığımız güclü olsa, o şagirdimiz daha üst səviyyələrdə görünəcək. Valideyn bu zaman görür ki, müəllim yalnız mənim övladımın mənfilərini vurğulamır, zəif olduğunu birbaşa demir. Birinci onun müsbətlərini deyir, sonra mənfiliklərini deyir və bu mənfiliyi aradan qaldırmaq üçün, bu zəifliyi aradan qaldırmaq üçün nə etməliyik, onu mənə istiqamətləndirir, hətta özü də bu işdə iştirak edir. Keçid alırıq digər sualımıza. Bir dəqiqə bizim burada müəllimlərimizin yazdığı suallar var. Sualın biri belədir. Diaqnostik qiymətləndirməni necə aparırsınız və digər müəllimə də deyiblər, aparırsınızmı? Əlbəttə vacib qiymətləndirmədir. Elə tədris ilinin əvvəlində, bölmə bəslərinin əvvəlində aparmağımız, yarım illərin əvvəlində aparmağımız mütləqdir. Məktəbdən və yaxud da sinifdən sinifə keçdikdə də aparılır. Necə aparmaq lazımdır? Bunun haqqında danışmışam. Valideynlə harada əlaqə yaradırsınız? Valideynlərlə əlbəttə ki, məktəbə gəlməsi üçün onlara daim dəvət göndəririk ki, bu zamanlarda biz istəyərik sizinlə görüşək, məktəbə gəlməsi üçün təkidlik və ondan savayı da əlbəttə müasir dövrdür, texnologiya inkişaf edib, biz telefonla da əlaqə saxlaya bilərik, tez-tez onun övladı haqqında, bütün şagirdlərimiz haqqında həm mənfi, həm müsbətləri valideynə fərdi şəkildə çatdıra bilərik. Keçid alırıq digər sualımıza. Sinifdə şagirdlər bunu cavablandırmışıq. Sinifdə dərs keçirsiniz və şagirdlərin nəticələri get-gedə aşağı düşür və bu zaman siz daha çox hansı tapşırıqlara üstünlük verərsiniz? Bu biraz bayaqki sualın başqa versiyasıdır. Şagirdlərə dərs keçirəm, şagirdlərin nəticələri get-gedə aşağı düşür. Bu zaman mən hansı tapşırıqlardan daha çox istifadə edərəm? Şagirdlərim üçün ən maraqlı gələn tapşırıqlar hansılardır? Məsələn, daha çox qrupla sevirlər və yaxud daha çox karusellə öyrənirlər, ya beyin həmləsini sevirlər, müzakirə aparanda yaxşı öyrənirlər. Mənim şagirdlərimin xüsusiyyətlərinə əsasən onlar hansı yolla daha yaxşı öyrənirlərsə, bu anda onu tətbiq eləməyim daha gözəl effekt verəcək. Sonra digər suallarımız. Digər sualımız belə verilib müəllimlər. Bullyingi necə müəyyən edirsiniz? Bu haqda demək olar bir çox yerlərdə var və hətta əvvəlki videolarda da danışmışıq. Bullyingi müəyyən etmək üçün anonim sorğu da var, şagirdlərlə fərdi şəkildə danışmaq da olar. Bütün məktəb heyəti bir-birinə əlaqəli olaraq da bunu müəyyən edə bilərlər. Əsasən anonim sorğudan daha çox istifadə edilir. Sonra keçid alırıq digər. Şagirdlərə gözləmə vaxtı nə qədər verirsiniz? Biz 1 dəqiqə ərzində gözləmə vaxtı verə bilərik. Çünki elə şagird var ki, o çox gözəl fikirlər səsləndirir, doğru deyir, amma biraz fikrini cəmləməkdə çətinlik çəkə bilər. Konstruktiv rəyi dərsin hansı mərhələsində verirsiniz? Konstruktiv rəyi dərsin son mərhələsində demirik. Bunu bilirəm ki, o dəqiqə dediniz ki, meyardır, qiymətləndirəndə sonda deyirik və gündəliyə yazırıq. Xeyr, sadəcə sonda deyil, hardakı rəy ehtiyacı var, o zaman şagirdə deyirəm. Çünki belə bir qayda var. Rəy vaxtında verilməlidir. Bir balacadır, bir 5-10 dəqiqədə geciksə, biz onun üzərindən ötüb keçsək, şagird onu başa düşməyəcək. Ona görə də çətinlik yaranan zaman ilə dərhal rəy veririk, şagird onu, o səhvi aradan qaldırır. Və konstruktiv rəy deməyək, konstruktiv rəy əsasən ümumilikdə təlimin effektivliyini təmin edir. Amma biz səhvi aradan qaldırmaq üçün dərhal rəy veririksə, korrektə edicidir. Amma gələn dəfə bu səhvləri bir daha etməsin deyə nə etməlidir? Necə addımlamalıdır? Bu artıq konstruktiv rəydir. Konstruktiv rəy istənilən vaxtda verilə bilər, amma çətinlik yarandığı zaman verilməlidir. Sonra digər sualımız. Sevimli valideyniniz sizə yaxınlaşır və övladının
partada yerinə dəyişməyini xahiş edir. Belə deyək, parta quruluşu müəllimə məxsusdur və müəllim görmə qabiliyyəti zəif olan şagirdləri önə gətirir, eşitmə qabiliyyəti zəif olan şagirdlər öndə oturur. Əgər həmin şagirdin də belə bir problemi varsa, əlbəttə biz bunu öncədən nəzərə alırıq, heç valideyni gözləmirik. Amma valideynə biz bildirərik ki, belə bir hal nə zaman yaradılır ki, şagird ön partada otursun. Zaten mən diqqətimi hər kəsə bərabər paylayıram. Əgər qeyri bir nəsə narazılıq varsa, buyursun desin, nəzərə alarıq, çalışarıq ki, bir problem yaranmadan bunu həll edək. Müəllimlər, izlədiyiniz üçün təşəkkür edirəm. Kanalımıza abunə olun, kanalımızı paylaşın, şərhlərinizi yazın, bəyənin videomuzu. Və nitq hazırlığı dərslərimiz davam edir. Təlim müddəti 1 aydır. Gözəl nitqə sahib olmaq üçün, hər kəsin sizi dinləməsi üçün, müsahibədə sıxılmadan cavab vermək üçün və həmçinin də məktəb kollektivində fərqlənmək üçün bu təlim böyük bir əhəmiyyət daşıyır. Həmçinin də sertifikasiyaya hazırlaşmaq üçün, icmallar üçün müraciət edə bilərsiniz. İzlədiyiniz üçün təşəkkür edirəm.